Türkiye'nin gənc və sürətlə yüksələn simalarından biri olan Eylül İkra Gülməz bu il keçiriləcək Miss Turan 2025 layihəsinə qatılmaqla yanaşı, eyni zamanda yeni bir serialda da rol almaq üçün dəvət alıb. Gənc modelin sadəliyi, təbii enerjisi və kamerası qarşısında sərgilədiyi rahatlıq artıq bir çox layihə rəhbərlərinin diqqətini cəlb edir. Onun Miss Turan 2025 layihəsindəki performansı və xarakter təqdimatı ekran üçün uyğun bir sima olduğunu bir daha sübut edir. Yeni serial haqqında ilkin məlumatlara görə layihə dram və romantikanın qarşılığı olacaq. Əsas məqsəd gənc nəsli maraqlandıran mövzuları emosional və real həyat hadisələri fonunda təqdim etməkdir. Eylül İkra Gülməz serialda emosional dərinliyi və təbii oyun tərzi ilə diqqət çəkəcək bir obrazı canlandıracaq. Mənim üçün bu rol sadəcə bir iş deyil, yeni bir başlanğıcdır. Hər səhnə bir hiss, hər obrazı isə bir təcrübədir. Mən bu layihə ilə həm özümü, həm də tamaşaçını daha yaxından tanımaq istəyirəm deyə model və aktrisa bildirir. Layihə rəhbərliyindən verilən məlumata görə Eylül İkra Gülməzin iştirakı seriala gənclik enerjisi və təbii xarizma qatacaq. Onun bu addımı həm Türkiyə, həm də beynəlxalq səviyyəli yeni bir ekran karyerasının başlanğıcı kimi qiymətləndirilir. Serialın çəkilişlərinə yaxın günlərdə başlanılacaq və 2026-cı ilin əvvəllərində tamaşaçılara təqdim olunması üçün planlaşdırılır. Eylül İkra Gülməz bu uğurlu layihədə model dünyasından ekran sənətinə keçid edən gənc simalar arasında öz adını xüsusi şəkildə yazdırmağa doğru irəliləyir.